Salam, hər kəsə öz kanalımızda salamlayırıq. Fəlsəf mühazirəsinə xoş gəlmisiniz. Bu günləri fəlsəf mühazirələri silsiləsindən növbəti videomuzu qeydə alırıq. Səhv etmirəmsə artıq 20-ci deyək ki, bizim video çəkilişimizdir. Bu günləri yenidən insan azadlığı mövzusuna geri qayıtmağa lazım bildik. Və belə hesab edirik ki, proqramlardan biri insanlarda məhz azad iradə anlayışının daha adekvat, daha müasir formada dəyişdirilməsi, daha yeni bir məzmun kəsb etməsidir. Təbii ki, bu yalnız fəlsəfi düşüncə üçün əhəmiyyət kəsb edən bir anlayış deyildir. Əgər biz fəlsəfi istiqamətdə bu yeni tərzdə yanaşmağa başlasaq, yeni tərzdə qiymətləndirmələr aparsaq, bu birbaşa və yaxud dolayı yol ilə müxtəlif elm sahələrinə, müxtəlif elmi istiqamətlər üzrə düşüncələrə təsir göstərəcək. İlk növbədə bura daxildir siyasi fəlsəfə, bura daxildir hüquq və kriminal psixologiya, bura daxildir psixologiyanın digər sahələri, xüsusilə klinik psixologiya, bura daxildir əxlaq fəlsəfəsi və müəyyən anlamda bura daxildir dini görüş sistemi. Nəyə görə müəyyən anlamda qeyd edirik dini görüş sistemi haqqında? Çünki əgər dini görüş sistemi haqqında, elmi cəhətdən yanaşırıqsa, elmi konseptual izahata üstünlük veririksə, yəni bu dini görüş sistemini tamamilə dini sistem ilə uzlaşdırmaq bir qədər və yaxud kifayət qədər çətin ola bilər. İlk növbədə qeyd edək ki, hətta qərb fəlsəfəsində belə, müasir qərb fəlsəfəsində belə azad iradə anlayışının izahatı kifayət qədər çətindir. Yəni ümumi bir mənzərəni formalaşdırmaq, bütün suallara cavab vermək, bütün çıxılmaz nöqtələrdən xilas olaraq daha deyək ki, insanlar üçün mental cəhətdən, psixoloji cəhətdən rahat bir dini görüş sistemini formalaşdırmaq çox çətindir. Əksər hallarda müasir qərb fəlsəfəsinin bu sahədə irəli sürdüyü yeni ideyalar, yeni yanaşma tərzi, psixoloji cəhətdən, mental cəhətdən insanlarda daha çox bir diskomfort yarada biləcək durumu meydana gətirir. Əgər əslində biz qeyd etsək, ənənəvi olaraq insan azadlığını qəbul etmək, insan azadlığına şübhə etməmək, mövcud olmasını bir sübuta ehtiyacı olmayan aksiyon kimi qəbul etmək insanı daha xoşbəxt edir. Yəni insan bu intuitiv inam sayəsində ətraf mühitə psixoloji cəhətdən, mental cəhətdən daha yaxşı surətdə adaptasiya oluna bilir. Amma bu inamı sarsıdan zaman əslində insanda az olmadığı və yaxud ümumiyyətlə insanda heç bir ciddi seçim azadlığının mövcud olmadığını qəbul edəriksə, bu zaman artıq qeyd etdiyimiz psixoloji, mental adaptasiya ilə bağlı insanda müəyyən diskomfort şərtlərin yaranması ilə üzləşə bilərik. Amma qeyd etdiyim kimi kifayət qədər mürəkkəb bir problemdir. Məsələn, mənim əlimdə Oxford Universitetinin kitabı var. Əgər görünürsə, məsələn, Oxford Handbook of the Free Will. Yəni bu kitab təxminən deyək ki, 7 kitabdır və 700 səhifəlik bir kitabda yalnız və yalnız əsas problematika azad iradə və azad iradənin determinist əlaqələr, səbəbiyyət əlaqələr sistemində qiymətləndirilməsidir. Təbii bəlkə də xatırlatmağa ehtiyac yoxdur. Yəni müasir qərb fəlsəfəsi ümumiyyətlə bu istiqamətdə aparılan əsas etibarı ilə fundamental elmlər çərçivəsindən əldə etdiyi arqumentlər, informasiyalar üzərində qurmağa çalışır. Yəni elm fəlsəfəsindən kənarda həmin qiymətləndirmə aparılır. Və indi göstərməyə çalışdığım həmin deyək ki, kitabda da, hansı ki Oxford Universitetinin nəşr etdirdiyi, yəni bu qəbuldan olan ikinci deyək ki, nəşrdir, 2011-ci il nəşri. Yəni əksər müəlliflər həmin problematikaya, azad seçim problematikasına yanaşan zaman deyək ki, Newton mexanikasından, kvant fizikasından, nevrologiyadan, biopsixologiyadan çıxış edərək öz fikirlərini arqumentləşdirməyə çalışırlar.
Yəni demək istədiyim ondan ibarətdir ki, əgər həmin elmi bilikləri nəzərə almasaq, həmin elmi biliklərdən çıxış etməsək, həmin elmi biliklərin bizdə yarada biləcəyi dünya görüş sisteminə müəyyən dərəcədə sahib olmasaq, əslində azad seçimin ola biləcəyini elmi cəhətdən, elmi fəlsəfi cəhətdən, müasir qərb fəlsəfəsi istiqamətində arqumentləşdirmək mümkün olmayacaq. Yəni bu qəbildən bizim üçün ciddi deyək ki, çətinliklərdir. Yəni sosial elmlərin əksəriyyəti əslində bu deyək ki, azadlığa, insanın seçim azadlığına olan intuitiv inamın üzərində formalaşır və biz də təbii olaraq sosial sistemdə formalaşdığımıza görə, yəni ailədə, daha sonra məktəbdə, daha sonra universitet illərində deyək ki, bu qəbildən olan intuitiv inanclar sistemini bir sübuta ehtiyacı olmayan aksiom kimi qəbul edirik. Məsələn, siyasi fəlsəfə. Yəni, siyasi fəlsəfənin, müasir siyasi fəlsəfənin əsas üsullarından biri olan insanın azadlıq ideyasıdır. Xüsusilə liberalizm ideologiyası çərçivəsində əsas fundamental anlayışlardan biridir. Əgər biz azadlıq ideyasını aradan qaldırsaq, hətta bu fəlsəfi kontekstdə olarsa belə, siyasi fəlsəfəyə istər-istəməz öz təsirini göstərmiş olacaq. Yəni daha aydın şəkildə qeyd edəcək. Bir halda ki, insan azad deyil, yəni fəlsəfi anlamda insanın əslində heç bir azad seçim etmə deyil, yəni fəlsəfi anlamda insanın əslində heç bir azad seçim etmə imkanı yoxdur. Elm fəlsəfəsi kontekstində deməli əslində siyasi fəlsəfədə də insanın siyasi sistemdə, sosial sistemdə azad seçim etmə imkanı ya məhdud, yəni kifayət qədər məhduddur, ya da ümumiyyətlə mümkün olmayacaq. Əgər bu anlayış məhdud, yəni kifayət qədər məhduddur, ya da ümumiyyətlə mümkün olmayacaq. Əgər bu anlayışı biz, yəni azadlıq anlayışını, seçim azadlığı anlayışını siyasi fəlsəfənin içərisindən çıxartsaq və yaxud buna qarşı bir ciddi şübhələr yaratmış olsaq, onda əslində siyasi fəlsəfənin, xüsusilə liberalist ideologiyalar istiqamətində, demokratiya istiqamətində, seçki yolu ilə siyasi hakimiyyətin formalaşması istiqamətində olan düşüncələri əhəmiyyətli dərəcədə məzmunsuzlaşacaq. Yəni öz əhəmiyyətini itirməyə başlayacaq. Bunu elmi fəlsəfi cəhətdən analitik yol ilə əgər azad iradə, insanın seçim azadlığını analiz etmək istəyiriksə, sosial sistemdən, siyasi fəlsəfi kontekstdə bizə ötürülmüş olan bu intuitiv inamdan özümüzü xilas etməliyik. Yəni həmin deyək ki, intuitiv inamı bir kənara qoyub, heç bir şəxsi istək olmadan insanın azad olub-olmamasını elmi cəhətdən, rasional məntiqi yol ilə qiymətləndirməyə çalışmalıyıq. Yəni birinci demək istədiyim məqam həmin o siyasi fəlsəfədən bizim düşüncəmizə ötürülən, yəni biz bilsək də, bilməsək də daimi olaraq bizə ötürülən həmin intuitiv inamın azad olub-olmamasını elmi fəlsəfi, rasional məntiqi yolla qiymətləndirilməsinə olan zərərli təsirini vurğulamaqdır. Bu birinci sistem deyək ki, siyasi fəlsəfi kontekstdə olan qiymətləndirmə sistemi. İkinci deyək ki, bizim üçün kifayət qədər çətinlik yaradan, yəni qeyd etdiyim həmin qiymətləndirmə. İkinci deyək ki, bizim üçün kifayət qədər çətinlik yaradan, yəni qeyd etdiyim həmin qiymətləndirməni aparmaqda çətinlik yaradan hüquq fəlsəfəsi və kriminal psixologiya istiqamətində olan deyək ki, düşüncələr sistemidir. Deyək ki, hüquq fəlsəfəsində, kriminal psixologiyada əslində insan azadlığına olan, əslində bu inam, bu intuitiv inam həmin düşüncə istiqamətlərində aparıcı istiqaməti özündə ehtiva edir, özündə daşıyır. Yəni insan azaddır, deyək ki, yaxşı əməl üzərində də seçim edə bilər. Əgər insan deyək ki, pis əməl üzərində seçim edərsə, qanunları pozar üzərində seçim edərsə, qanunları pozarsa, cinayət törədərsə, deməli kriminal psixologiya baxımından, müxtəlif qanun məcəllələri baxımından insanın cəzalandırılması zəruridir. Yalnız zəruri deyil, həm də bunun kifayət qədər məntiqi arqumenti var. Yalnız zəruri deyil, həm də bunun kifayət qədər məntiqi arqumenti var, məntiqi əsası var. Yəni insanın seçim azadlığı var idi, insan yaxşını da pisi də seçə bilərdi. Əgər insan pisi seçərək cinayət törədibsə, deməli insanın cəzalandırılması üçün kifayət qədər məntiqi arqument mövcuddur. Amma biz fəlsəfi kontekstdə insanın azadlığına olan intuitiv inamı aradan qaldırsaq,
Yəni aslında qeyd etsək ki, insan sən demə düşündüyümüz qədər azad deyilsə, artıq avtomatik olaraq hüquq fəlsəfəsində və kriminal psixologiyada belə bir ciddi sual yaranacaq ki, bir halda ki, ciddi sual yaranacaq ki, bir halda ki, mənim seçim azadlığım yox idi, yəni mən əslində nə əvvəldən nə yaxşını, nə də pisi seçə bilməzdim. Mənim yaxşını yoxsa pisi seçməyim avtomatik, məndən asılı olmadan əvvəlcədən müəyyən edilibsə, mən nəyə görə etdiyim seçimə, yəni dırnaq arasında qeyd edə biləcəyimiz, məcazi anlamda qeyd edə biləcəyimiz seçimə görə məsuliyyət daşımalıyam. Yəni bunun məntiqi argumentasiyası harda gizlənib? Və həmin deyək ki, sualdan, həmin deyək ki, diskomfort vəziyyətdən qaçmaq üçün aslında biz yenə də kriminal psixologiya insanın əslində azad insan olub-olmaması, insanın əslində seçim azadlığına sahib olub-olmamasını elmi fəlsəfi, rasional məntiqi yolla heç bir zaman analiz edə bilməyəcəyik. Və qeyd etdiyimiz kimi, necə ki biz siyasi fəlsəfədən heç olmasa bir anlıq, yəni bu problematika üzərində düşünür, hüquq fəlsəfəsi və kriminal psixologiya ilə əlaqəli, yəni bu çərçivədə də insan azadlığının dəyərləndirilməsindən, qiymətləndirilməsindən heç olmasa bir müddətlik diqqətimizi yayındırmağı zəruri hesab edirik. Və oxşar yanaşmanı təbii ki biz deyək ki, müşahidə edə bilərik ki, əgər məsuliyyət daşımır, həm də etdiyi bütün davranış modellərinə, davranış nümunələrinə, insanın əxlaqi cəhətdən məsuliyyət daşımasına olan bizdə intuitiv bir inam mövcuddur. Yəni əksər insanlarda, əksər deyək ki, cəmiyyətlərdə, əksər dövrlərdə həmin inam deyək ki, avtomatik surətdə deyək ki, insanlarda mövcud olub, bir nəsildən başqa nəslə həmişə ötürülməkdə davam edir. Yəni mahiyyət bundan ibarətdir ki, yəni hər bir insanda vicdan ediləcək bir mənəvi bir fenomen mövcuddur. Hətta bizim etdiyimiz davranış, etdiyimiz seçim qanun qarşısında cinayət məsuliyyəti yaratmasa belə, cinayət məsuliyyətinin yaranmasına səbəb olmasa belə, bizim vicdanımız, bizim əxlaqi davranışlarımızda bir senzura, bir məhdudlaşdırıcı funksiya yerinə yetirməlidir. Əgər biz ciddi surətdə bu senzuradan qıraqda hər hansı bir davranışlar nümayiş etdirəriksə, deməli biz mütləq buna görə əxlaqi cəhətdən məsuliyyət daşımalıyıq. Yəni cəmiyyətin qınağı, ictimai rəyin bizim əleyhimizə çevrilməsi və bu qəbildən olan digər deyək ki, sosial davranış nümunələri. Və əgər belə deyilsə, təbii insan mükafatlandırıla bilər, etdiyi deyək ki, müsbət hərəkətlərə görə, xeyirxahlığa görə və s. bir baxır. Yenə də biz əgər insanın intuitiv olaraq qəbul etdiyi seçim azadlığını deyək ki, zədələsək, seçim azadlığına olan məntiqi qiymətləndirmə yolu ilə, deməli, əxlaq fəlsəfəsinin də bir sıra mühüm anlayışlar sistemi və bu sistemdə formalaşan dünya görüş sistemi də yenidən dəyişilməyə məhkum qalacaq. Yəni, insanlar bu sistemdə də bir müddət özlərini mental olaraq, psixoloji olaraq diskomfort vəziyyətində hiss edəcəklər. Əslində bilək ki, reallıqda nə mövcuddur, biz nə dərəcədə azadıq. Necə ki, siyasi fəlsəfədən, necə ki, hüquq fəlsəfəsi və kriminal psixologiyadan heç olmasa bir müddətlik diqqətimizi yayındırmağı vacib hesab ediriksə, eyni zamanda deyək ki, insanın əxlaq fəlsəfəsi kontekstində olan intuitiv inamlar sistemindən də bir müddətlik, heç olmasa bir müddətlik diqqət yayındırmasını zəruri hesab edirik. Oxşar yanaşmanı deyək ki, müşahidə edə bilərik, fərz edək ki, psixologiyanın müxtəlif istiqamətlərində, xüsusilə klinik psixologiyada, məsələn, insanların öz təbiətini dəyişdirə bilməsi, insanların öz psixoloji problemlərinin təbiətini dəyişdirə bilməsi, insanların öz psixoloji problemlərinin öhdəsindən gələ bilməsi, insanların öz psixoloji çətinliklərini aşa bilməsi, yəni belə bir intuitiv inamın üzərində qurulacaq klinik psixologiya. Yəni əslində bütün klinik prosedurlar, bütün klinik psixologiya çərçivəsində həyata keçirilən müalicə metodlarının əsas fundamental anlayışlarından biri insanın istəyərsə edə biləcəyi deyək ki, müsbət hadisələr, müsbət fenomenlər üzərində seçim azadlığına olan inamın üzərində qurulur. Əgər biz qeyd etsək ki, əslində insanın
deyək ki, heç bir seçim azadlığı yoxdur. Əslində hər bir şey avtomatik surətdə insan genetikasından gələn informasiya, sosial mühitdən gələn informasiya ilə deyək ki, məhdudlaşırsa, müəyyənləşirsə, avtomatik təyin edilirsə, onda əslində klinik məhdudlaşırsa, müəyyənləşirsə, avtomatik təyin edilirsə, onda əslində klinik psixologiyanın insanlar üçün təyin etdiyi müalicə metodlarının nə dərəcədə effektiv olub-olmamasını da biz sual altına qoya bilərik, yəni şübhə altına qoya bilərik. Bunun üzərində müxtəlif müzakirələr keçirə bilərik. Yaranacaq bu diskomfort, bu mental çətinliyin deyək ki, aradan qaldırmaq üçün deməli ən yaxşı halda insanın azadlığına olan intuitiv inamın qəbul edilməsi daha yaxşı olardı. Yəni təbii ki, biz klinik psixologiya istiqamətində, klinik psixologiya çərçivəsində düşünməyə deyək ki, rasional məntiqi yolla analiz etməyə çalışırıqsa, qeyd etdiyimiz kimi, öncəki deyək ki, siyasi fəlsəfə, hüquq fəlsəfəsi və kriminal psixologiya, əxlaq fəlsəfəsindən bir müddət diqqətimizi yayındırmaq istəyiriksə, yəni daha obyektiv surətdə, daha rasional surətdə tədqiqatların keçirilməsi üçün, eyni zamanda klinik psixologiyanın da bizdə yaratdığı bu qəbuldan olan intuitiv inanc sistemindən də bir müddətlik diqqətimizi yayındırmaq zəruridir. Yəni çox vacib bir şərtlərdən biridir. Növbəti sistem ola bilər, məsələn, dindən gələn sistem. Yəni, dini sistemdə bilirsiniz ki, insanların etdiyi hərəkətçilər sistem üzərində formalaşır. Yəni, ümumi şəkildə qeyd etsək, əgər biz etdiyimiz deyək ki, müsbət hərəkətlərə görə ölümdən sonraki həyatda mükafatlanacaq, deyək ki, cənnət anlayışı var və etdiyimiz şər əməllərə görə, etdiyimiz deyək ki, zərərlərə görə, insanlara verdiyimiz görə təbii ölümdən sonraki həyatda cəzalanacaq, yəni bir cəhənnəm bir modeli var. Təbii insanların deyək ki, insan azadlığına olan intuitiv inamın mövcud olmasa, yəni bu halda artıq dini kontekstdə, insanların nəyə görə ölümdən sonra deyək ki, yəni bu halda artıq dini kontekstdə, insanların nəyə görə ölümdən sonra deyək ki, cəzalanmasını və yaxud mükafatlanmasını rasional yolla izah etmək mümkün deyil. Buna görə də din fəlsəfəsi ümumi kontekstdə deyək ki, Allahın hər şeyi idarə edə bilməsi, hər şeyi bilməsi, hər şeyi bilməsi deyək ki, fövqəl gücü, fövqəl qüvvəsi ilə yanaşı, paralel olaraq həm də insanın seçim azadlığı konsepsiyasını irəli sürür. Bu iki anlayışı deyək ki, uzlaşdırmağa çalışır. Demək istədiyimiz ondan ibarətdir ki, məsələnin uzlaşdırma dinin daxilində dayanan edir. Qeyd etdiyimiz kimi, əgər insanın seçim azadlığı yoxdursa, hər bir şey avtomatik deyək ki, ilahi qüvvə tərəfindən təyin edilirsə, ilahi qüvvə tərəfindən müəyyənləşdirilirsə, onda insanlar nəyə görə öldükdən sonra mükafat almalıdır, cənnətə getməlidir və yaxud cəzalanmalıdır, cəhənnəmə getməlidir. Yəni, bu dilemmadan qaçmaq intuitiv inamın üzərində deyək ki, dayanır. Necə ki, deyək ki, əvvəldə qeyd etdiyimiz kimi indiyə qədər, əgər biz əslində insanın azad olub-olmamasını müəyyənləşdirmək istəyiriksə, yəni elmi fəlsəfi yolla, rasional məntiqi yol ilə, yəni bundan əvvəl qeyd etdiyimiz kimi siyasi fəlsəfə, hüquq fəlsəfəsi və kriminal psixologiya, əxlaq fəlsəfəsi, deyək ki, klinik psixologiya istiqamətində olan dünya görüş sistemi kimi dini fəlsəfə çərçivəsində bizə təqdim edilən, bizdə yaradılan həmin intuitiv inanc sistemindən də heç olmasa bir anlıq, bir müddətlik xilas olmağı, həmin sistemi özümüzdən uzaqlaşdırmağı bacarmalıyıq. Və yalnız bu halda biz əslində elmi fəlsəfi, rasional məntiqi yolla insanın azad olub-olmamasını arqumentləşdirə bilərik. Yəni, ümumi deyək ki, məncə bu kontekstdə irəli sürülür. Və bütün bu dediklərimizin hamısını müayinə etmək mümkündür. Və əslində əvvəldə qeyd etdiyim kimi də, yəni müasir qərb fəlsəfəsində, analitik düşüncə sistemində insanın azad olub-olmamasını yalnız fundamental elmlər çərçivəsində qiymətləndirməyə çalışırlar. Burada xüsusilə vacib əhəmiyyət kəsb edən elm sahəsi fizikadır, Newton fizikası və yaxud kvant fizikasıdır və digər Newton fizikası və yaxud kvant fizikasıdır və digər mühüm əhəmiyyət kəsb edən bir sahə nevrologiyadır və yaxud nevrologiyanın tətbiq sahələri, nevropsixologiya, nevrofəlsəfə, nevropsixiatriya,
Və deyək ki, üçüncü bir sahə təbii ki, iki elmdən gələn informasiya üzərində məntiqi, rasional gələn informasiya üzərində məntiqi, rasional argumentasiyanın qurmasıdır. Yalnız bu kontekstdə biz əslində insanın azad olub-olmamasını müəyyənləşdirə bilərik. Yəni, ümumi çərçivədə qeyd etsək, deyək ki, insanın azadlığı nə deməkdir? Yəni, biz buna müəyyənləşdirmək istəsək, qısa formal ifadə forması bundan ibarətdir ki, insan yalnız və yalnız əgər alternativ imkanlar arasında seçim edə bilərsə, yəni insanın qarşısında alternativ imkanlar olarsa, yalnız bu halda insan azad insan kimi xarakterizə edilə bilər. Yalnız bu halda biz insan azadlığından danışa bilərik. Yalnız bu halda biz insan azadlığından danışa bilərik. Yəni, sxematik olan ifadə etsək, deyək ki, insanın qarşısında bir neçə seçim imkanı ola bilər. Yəni, bunun bir şərti olaraq deyək ki, X-dir, Y-dir, Z-dir və bu deyək ki, nisbi sonsuzluq nə qədər davam edə bilər. Yəni, həmin alternativ imkanların arasından əgər insan, tutam ki, X-i seçə bilsəydi, X-i seçə bildiyi qədər həm də Y-i seçə bilsəydi, əgər istəsəydi X-i, Y-i deyil, Z-i seçə bilsəydi, bu halda biz həmin insanı azad insan adlandıra bilərdik. Amma insanın qarşısında heç bir seçim azadlığı yoxdursa, yəni insana alternativ imkanlar, alternativ şərtlər təqdim edilir. Bu halda insan azadlığından danışsaq da, bu sadəcə spekulativ xarakterli bir fəlsəfə, bir ədəbiyyat, bir dini sistem çərçivəsində aparacağımız müzakirə və yaxud sosial elmlər, siyasi fəlsəfə, hüquq fəlsəfəsi, əxlaq fəlsəfəsi və elmli çərçivəsində aparacağımız müzakirədən başqa bir şey olmayacaq. Yəni, burada heç bir elmi fəlsəfi qiymətləndirmə, heç bir məntiqi, rasional dəyərləndirmə prosesi çıxış etməyəcək. Ümumi kontekst nədən ibarətdir? Əgər biz elmi fəlsəfi kontekstdən məntiqi, rasional dəyərləndirmədən çıxış etsək, seçimini və davranışını şərtləndirəcək, öncədən təyin edəcək 3 ümumi səbəbin üzərindən çıxış edə bilərik. 3 qrup səbəblər sistemindən çıxış edə bilərik. Birinci qrup səbəblər biosəbəblərdir. Təbii ki, burada aparıcı xətt insanın genetik informasiyasıdır. Genetik informasiya insanın gələcək deyək ki, davranışını, gələcək seçimini, gələcək həyatını avtomatik idarə edəcək bir sistemdir. Yəni, biz öncədən öz genetik informasiyamızı seçmək iqtidarında deyilik. Yəni, burada bizim alternativ seçim genetik informasiyası və yaxud Z genetik informasiyası arasında heç bir seçim edə bilmərik. Yəni, əgər bizim burada alternativ imkanlarımız olmadığına görə və seçim etmək imkanında olmadığımıza görə, deməli bu kontekstdə, biokontekstdə insan heç bir halda azad deyil. Yəni insan avtomatik onun deyək ki, inandığı, hesab etdiyi seçimlərin təyin edilməsindən başqa heç bir şey reallaşmır. Yəni bununla artıq deyək ki, nevrologiya, deyək ki, nevrologiyanın tətbiq sahələri, neyrofəlsəfə, neyropsixologiya, eyni zamanda genetika elmi, deyək ki, biogenetika elmi, deyək ki, bioşəxsiyyət psixologiyası, hansı genetik informasiya üzərindən düşünməyə daha çox meyillidir. Yəni bu tədqiqat sahələri kifayət qədər incə, detallı tədqiqatlar aparmağa çalışır. Və təbii ki, bu tədqiqatlar hələ təzəliyə ki başlanılıb. Yəni genetika elminin bilirik ki, tarixi ilə də uzaq keçmişə gedib ki, psixologiya, psixiatriya, nevrologiya, fəlsəfiyə tətbiq sahəsi nisbətən daha yenidir. İstənilən halda indiyə qədər aparılan tədqiqatlar ehtimal etməyə imkan verir ki, müxtəlif meyarlar əsasında insanın deyək ki, davranışı, insanın seçimləri avtomatik genetik informasiya tərəfindən 40%-dən 70%-ə qədər təyin oluna bilər. Bəzi deyək ki, seçimlərdə bu 40%-dir, daha azdır, yəni 60% informasiya, sosial mühitdən gələn informasiya olacaq. Bəzi seçimlərdə bu 70%-ə yaxınlaşır. Sosial mühitin bizə göstərə biləcəyi deyək ki, təsir dinamikası təqribən 30% deyək ki, civarında, 30% ətrafında müəyyənləşəcək. Məsələn, bunun müxtəlif deyək ki, avtomatik müəyyən edilməli. Bəzilər ki, insanın şəxsiyyət tipologiyası, insan introvert insandır, yoxsa ekstravertdir. İnsan deyək ki, qapalı insandır, mühafizəkar insandır, yeni insandır, mühafizəkar insandır, yeni
informasiya qarşı insanda bir məhdudiyyət, bir senzor sistemi daha güclüdür, yoxsa insan deyək ki, açıq insandır, yeni informasiya, yeni biliklərə qarşı daha açıqdır, özünü deyək ki, dünya görüş sistemini, özünün dəyərlər asanlıqla dəyişir, yeni bir situasiya adaptasiya oluna bilər. Hətta insan deyək ki, ixtisas seçimi, deyək ki, insan obrazlı düşünməyə daha çox meyillidir, ədəbiyyat sahəsi, ola bilər fəlsəfənin spekulativ xarakterli düşüncə sahəsi və yaxud incəsənətin müxtəlif deyək ki, sahələri, yoxsa insan sənətin müxtəlif deyək ki, sahələri, yoxsa insan rasional düşüncəyə daha çox meyillidir, deyək ki, fundamental elmlər, fizikadır, riyaziyyatdır, məntiqdir və s. buraxırdır. Yəni, deyək ki, bütün bunlardan başlayaraq, hətta insanın dini seçiminə qədər hər bir şey, qeyd etdiyim kimi 40%-dən 70%-ə qədər, hazır genetik 70%-ə qədər, hazır genetik informasiya tərəfindən təyin edildiyinə, yəni avtomatik müəyyənləşdirdiyinə dair deyək ki, ehtimallar irəli sürülür. Və siz gedə bilərsiniz ki, deyək ki, bizim intuitiv inanımızdan biri insanın dini seçim azadlığıdır. Yəni, adətən biz buna inanırıq. Bunu həm bir siyasi deyək ki, hökumətləşdirməyə çalışırıq, deyək ki, liberalist bir sistemdə vicdan azadlığı, təbii ki, biz bunu dini sistemdə əsaslandırmağa çalışırıq, əxlaq fəlsəfəsi bunun üzərində qurulur və s. Yəni, mahiyyə bundan ibarətdir ki, insan istəyərsə həm ateist ola bilər, insan istəyərsə həm dindar ola bilər, bu insanın şəxsi seçimidir, heç bir maneələr qoyula bilməz. Amma maraqlıca bundan ibarətdir ki, qeyd etdiyim bioşəxsiyyət psixologiyası, genetik informasiyanın insan şəxsiyyət tipologiyasının formalaşmasına, insan psixikasına, insan mental sisteminin formalaşmasına təsir dinamikasını öyrənən elmlər belə hesab edir ki, əslində bizim səmimiyyət 50-70% deyək ki, aralığında məhz genetik informasiya tərəfindən avtomatik müəyyənləşir. Əgər bizim genetik informasiyamızda bir fövqəladə təbii qüvvəyə inam hissi mövcud deyilsə, biz heç bir zaman səmimi dindar olmayacaq. Yəni, iqtisadi səbəblərdən ola bilərik, siyasi məqsədlər xaricində dindar kimi görünə bilərik. Amma səmimi şəkildə dindar olub, bütün deyək ki, davranış sistemimizi, bütün əxlaqi dəyər sistemimizi, bütün həyat tərzimizi məhz səmimi şəkildə heç bir iqtisadi siyasi maraqlar olmadan məhz dini sistem çərçivəsində qurmağımız mümkün deyil. Və yaxud əksinə, əgər bizim genetik informasiyamızda hər hansı bir fövqəladə təbii qüvvəyə inanc hissi çox güclüdürsə, bizim səmimi şəkildə ateist olmağımız mümkün deyil. Yəni, genetik informasiya da müəyyənləşdirir. Bizim fövqəladə təbii qüvvəyə deyək ki, inanc hissi də müəyyənləşdirir. Bizim fövqəladə təbii qüvvəyə deyək ki, inanc hissimiz var, yoxsa bizim deyək ki, fövqəladə təbii qüvvəyə heç bir inanc hissimiz mövcud deyil. Yəni, sosial mühitdən gələn təsirlər sadəcə həmin inanc hissinin formasını təyin etməyə imkan verir. Yəni, deyək ki, biz xristian formasını təyin etməyə imkan verir. Yəni, deyək ki, biz xristian cəmiyyətində əgər böyüyürüksə və bizim genetik informasiyamızda fövqəladə təbii qüvvəyə inanc hissi mövcuddursa, deməli, biz həmin cəmiyyətdə gələn sosial, deyək ki, təsiri altında, həmin sosial, deyək ki, şəraitdə bizim fövqəladə təbii qüvvəyə olan inanc hissimiz bir xristianlıq forması olacaq. Yəni, bir sosial sistemdə xristian, deyək ki, dinin daşıyıcısı olacaq, həmin sosial davranışın daşıyıcısı olacaq. Yox, əgər biz deyək ki, İslam cəmiyyətində böyüsək, müsəlman cəmiyyətində böyüsək, yenə bizim genetik informasiyamızda və həmin deyək ki, insanın genetik informasiyasında mövcud olan fövqəladə təbii qüvvəyə inam hissinin müxtəlif forma alması. Yəni, qeyd etdiyimiz kimi, hətta deyək ki, dini azadlığa olan intuitiv inam belə həmin bu qiymətləndirmə çərçivəsində artıq zəifləməyə başlayır. Sən demə, mənim dinimdə artıq genetik informasiya tərəfindən təyin edilir. Eyni şəkildə insanın mental xüsusiyyətində, insanın deyək ki, davranış şərtlərində, davranış nümunələrində müşahidə etdiyimiz hər bir şey. Təbii, burada 100% müəyyənləşmə mövcud deyil. Yəni, burada sadəcə qeyd etdiyimiz kimi 40%-dən 70%-ə qədər olan təsir dinamikasıdır. Deməli, yerdə qalır 30%-dən 60%-ə qədər sosial mühitdən gələn təsir dinamikası.
Və biz adətən qeyd edirik ki, sosial mühitdən gələn təsir dinamikası da bizim seçim imkanlarımızı, deyək ki, davranış nümunələrimizə öz təsirini göstərir. Yəni biz sosial mühiti tamamilə inkar edə bilmərik və hər bir şeyi yalnız genetik informasiya, yəni biosəbəblər üzərində cəmləşdirə bilmərik. Yəni tamamilə doğru bir fikirdir. Amma əsas məsələ sosial mühitdən gələn deyək ki, təsirlər deyil. Əsas məsələ bundan ibarətdir ki, biz genetik informasiyanı idarə edə bilməyəcəyimiz kimi sosial mühitdən gələn siqnalları, sosial mühitdən gələn təsirləri də idarə edə bilirik yoxsa bilmirik. Yəni əsas həmin effektdir. Yəni sosial mühitin təsir dinamikası deyil, sosial mühitdən gələn təsir dinamikasını bizim idarə edib etməməyimizdir. Yəni əsas fundamental sual bunun üzərində formalaşır. Həmin sosial mühitdə təsir dinamikasını şəxsi olaraq iki qrupda cəmləşdirə bilərik. Əvvəldə qeyd etdiyi üç qrupdur, yəni birinci genetik və digər deyək ki, səbəblər sistemi idi. İkinci sistem mikrososial deyək ki, mühitdən gələn təsirlər. Yəni insanın gələcək həyatını, seçim deyək ki, azadlığını, deyək ki, insanın davranış nümunələrini avtomatik idarə edəcək bir səbəb də mikrososial mühitdir. Yəni biz gözümüzü açıb hansı mühitdə dünyaya gəlirik. Yəni ilkin olaraq biz kimlərlə ünsiyyət və biz bu təsir dinamikasından çıxış edərək mikrososial mühitdə, dar bir sosial çevrədə hansı informasiya, hansı dünya görüş sisteminə sahib oluruq. Təbii bunlar da bizim seçim azadlığımız deyil. Yəni biz fərz edək ki, əvvəldə qeyd etdiyimiz kimi X, Y fəzil azadlığı mövcud deyil. Yəni mən əvvəldən seçə bilmərəm ki, mən seçim etmək istəmirəm, mənim üçün Y olmalıdır və yaxud Z, başqa valideynlər, başqa şərait, başqa bir mühit. Yəni həmin şeyi də seçmək mümkün deyil. Yəni təsir dinamikası etibarilə, öncəki genetik informasiya bizə avtomatik təsir göstərirsə, heç bir təsir ehtimalımız yoxdursa, eyni zamanda dar sosial çevrə, yəni mikrososial mühitin də insan deyək ki, psixikasına, insan mental düşüncəsinin formalaşmasına, insanın gələcək həyatını müəyyənləşdirməsinə eyni dərəcədə, yəni bunu xüsusilə vurğulamaq istəyirəm, eyni dərəcədə avtomatik təsir göstərmə ehtimalı yüksəkdir. Və əslində elə avtomatik təsir göstərmə ehtimalı yüksəkdir. Və əslində elə avtomatik təsir də göstərir, yəni alternativ heç bir seçim imkanı yoxdur. Yenə də bizim istifadə etdiyimiz argumentasiyanı fikrimizi əsaslandırmaq üçün istifadə etdiyimiz deyək ki, düşüncələr, deyək ki, psixologiyadan, nevrologiyadan qəbul edə bilərik. Yəni insanın təqribən 5 yaşına qədər 6 yaşına qədər erkən yaş müddətində onun bütün sonradan dünyanı qiymətləndirməsinə, anlamasına ciddi surətdə təsir göstərən stereotiplər formalaşır. Yəni mahiyyət bundan ibarətdir ki, yəni biz erkən yaş mərhələsində dünyaya göz açan andan etibarən ilkin günlərdə, aylarda, illərdə kiminlə ünsiyyətdə oluruqsa, hansı təcrübəni qazanırıqsa, bütün bunlar bizdə artıq stereotiplər sistemini formalaşdırır. Yəni biz sonraki həyatımızda, ondan sonra nə qədər yaşayacaqsa, əslində dünyanı həmin stereotiplərdən baxaraq qiymətləndirməyə başlayırıq. Yəni bu tam olmasa da, amma bunun xüsusi güclü təsir dinamikasını inkar etmək mümkün deyil. Və deyək ki, ən insanın üçün məyus edici faktor bundan ibarətdir ki, biz hətta bizim psixikamızda, mental dünyamızda, deyək ki, feodizmdən çıxış etsək, həmin stereotiplər əsas etibarilə insanların şüur altında sıxışıb qalmış informasiyadan başqa bir şey deyil. Və biz həmin informasiya sisteminə heç bir halda deyək ki, görüş etməyə imkanımız yoxdur. Və hansı stereotiplər əsasında qiymətləndiririk, anlayırıq, dərk edirik, yəni bütün bunlardan xəbərimiz yoxdursa, deməli bizim alternativ seçim etmə imkanımız da əslində mövcud deyil. Yəni bizim həmin seçim, alternativ imkanlar arasından seçim etmək ehtimalımız ciddi surətdə məhdudlaşır. Mikrososial mühitdə bizim apardığımız qiymətləndirmə sistemidir.
Əgər həmin mühiti bir deyək ki, kognitiv elm çərçivəsində qiymətləndirməyə başlasaq, yəni psixologiya yox, indi arqumentlərimizi götürsək kognitiv elm çərçivəsindən, kognitiv elm bizə qeyd edir ki, yəni ilkin günlərdə insanın zehninə, insanın düşüncəsinə hansı ardıcıllıq ilə informasiyanın daxil olmasından çox asılıdır. Yəni informasiyanın alqoritmik ardıcıllığı. Yəni obrazlı şəkildə desək, təsəvvür edin ki, biz bütün həyatımız boyu uca bir bina tikməyə hazırlaşırıq. Yəni bizim həyatımız uca, deyək ki, xəyalımız bunun üzərində formalaşır. Əgər bunun bizim ilkin lap erkən yaş mərhələsində fundamenti düzgün qoyularsa, yəni bura daha sağlam informasiya, daha deyək ki, bizim gələcəyimiz üçün yararlı olan informasiya daxil olarsa, yəni fundament olan informasiya daxil olarsa, yəni fundament düzgün qoyularsa, təbii bizim gələcək həyatımızda düzgün fundamentin üzərində daha sağlam bir bina, daha uca bir bina tikmə ehtimalımız yüksəlməyə başlayır. Əgər bizim erkən yaş mərhələmizdə həmin o binanın fundamentini düzgün formalaşdıra bilməsək, yəni sağlam informasiya daxil olmasa, bizim gələcəyimizə nəzərən yararlı informasiya daxil olmasa, deməli həmin sağlam olmayan fundament üzərində də bir uca, sağlam bir bina tikmək təbii ki, mümkün. Getdikcə tədricən azalmağa doğru gedəcək. Yəni həmin o sağlam fundamentlər nasıldır? Yəni ailədən aldığımız tərbiyədən, bizim deyək ki, erkən yaş mərhələsində ünsiyyətdə olduğumuz insanlardan qazandığımız təcrübə, daha sonra deyək ki, bizim təhsil sisteminə cəlb olunan zaman ola bilər bağça təhsili, daha sonra universitet illərində aldığımız təhsil sistemi və s. Yəni bütün bu proseslərin hamısı insanın gələcək həyatını, davranışını, seçimini əhəmiyyətli dərəcədə təyin edə biləcək səbəblər sistemindən başqa bir şey deyil. Və təbii ki, biz indi mikrososial mühiti yalnız ayrıqda qiymətləndirmək istəmirik, yəni qeyd etdiyimiz kimi. İkinci qiymətləndirmə sistemi isə həmin o mikrososial mühitdən gələn qiymətləndirmə sistemi idi. İndi hər ikisini kombinasiya edin. Yəni birinci səbəb üstəgəl ikinci səbəb və biz belə hesab edirik ki, bu iki səbəblər kontekstində bizim yenə də istədiyimizi seçim etmə imkanımız var. Yəni bizim alternativ seçim etmə imkanımız var. Yəni biz istədiyimizi seçim etmə imkanımız var. Yəni bizim alternativ seçim etmə imkanımız var. Yəni biz istəsək X-i yox, Y-i seçə bilərik, həm də istəsək Z-i seçə bilərik. Halbuki biz genetik informasiyanı qəbul edən zaman və genetik informasiya ilə birlikdə digər biosəbəbləri qəbul edən zaman və bunun üzərində bizim uşaqlıq təcrübəmiz, stereotiplər, mikrososial mühitdən qazandığımız təcrübələr, hansı ki, erkən yaş mərhələsinə aiddir, yəni bizim nəzarətimiz altında deyil, amma bizim həyatımıza çox güclü təsir göstərə bilir. Yəni, bu kontekstdə əslində insanın seçim etmə azadlığı elə də çox görünmür. Amma daha məyus edici deyək ki, məyus edici dedikdə daha çox bizə diskomfort yaradan daha bir səbəb var. Bu da deyək ki, üçüncü qrup səbəblərdir. Həmin üçüncü qrup səbəblər insanın içərisinə daxil olduğu makrososial mühitdir. Yəni cəmiyyətdir. Yəni biz hansı cəmiyyətdə deyək ki, şəxsiyyət kimi formalaşırıq, hansı cəmiyyətdə deyək ki, mövcud cəmiyyətdə deyək ki, şəxsiyyət kimi formalaşırıq, hansı cəmiyyətdə deyək ki, mövcud olan ictimai münasibətlər sisteminə təsirini öz üzərimizdə hiss edirik. Bu da deyək ki, çox mühüm bir faktordur. Yəni əvvəldə qeyd etdiyimiz kimi, deyək ki, insanın şəxsiyyət kimi formalaşması, insanın davranış nümunələri, standartlarının formalaşması 40-70% əgər genetik informasiya biosəbəblərdirsə, digər biosəbəblərdirsə, yerdə qalan 30, deyək ki, 60% səbəblər mikrososial mühit artıq nəzərdən keçirilir və digər deyək ki, makrososial mühit artıq cəmiyyət kontekstində, yerdə qalan hissənin də cəmiyyət deyək ki, kontekstində. Yəni mahiyyət bundan ibarətdir ki, xüsusilə sosial sistemlər, sosial nəzəriyyələr bunun üzərində formalaşır. Məsələn, Marksin nəzəriyyəsi, deyək ki, cəmiyyət dəyişməyə çalışan digər bir sosial sistemlər. Vahid bundan ibarətdir ki, insan cəmiyyətdəki ictimai münasibətlər sisteminin məcmusudur. Məsələn, Marks belə hesab edirdi ki, əgər biz deyək ki, insanı sözün əsl mənasında insanın adına layiq etməliyik. Yəni, insan gözünə açılan münasibətlər sistemini görürsə, sadə şəkildə qeyd etsək, deyək ki, normal iqtisadi münasibətlər sistemi görmürsə, iqtisadiyyat sahəsi korrupsiya, rüşvətxorluq içərisində itib batırsa, həmin cəmiyyətdə vicdanlı, korrupsiya içərisində itib batırsa,
həmin cəmiyyətdə vicdanlı, korrupsiya meyl etməyən, rüşvətə meyl etməyən bir insan tipinin formalaşması ehtimalı çox deyil. Yəni Marksin fikrincə ümumiyyətlə mümkün deyil. Yəni Marksində əslində genetikdən gələn informasiyalar nəzərə alınmırdı və biz bunu tənqid edə bilərik. Amma istənilən halda bu da bizim deyək ki, yerdə qalan faiz nisbətində dünya görüş, sosial davranış standartlarımızı, seçimimizi deyək ki, avtomatik idarə edən sistemdir. İndi bu yalnız iqtisadi münasibətlər sistemidir, deyək ki, siyasi münasibətlər sistemi. Siyasi münasibətlər sistemi ədalətsizdir, deyək ki, seçkilər saxtakarlıq yolu ilə keçirilir. Ölkədə demokratik sistem yoxdur, insan azadlığı pozulur və s. Əgər biz bu mühitdə böyüyən bir insandan danışırıqsa, həmin insan demokrat, tolerant, liberal dəyərlərə hörmət edən, ədalətli, siyasi cəhətdən vicdanlı bir insan deyək ki, hörmət edən, ədalətli, siyasi cəhətdən vicdanlı bir insan deyək ki, şəxsiyyət tipinin formalaşması ehtimalı daha az olacaq. Və yaxud bu münasibətlər sisteminə transfer edə bilərsiniz, hüquqi münasibətlər sisteminə daha sonra transfer edə bilərsiniz, istənilən deyək ki, əxlaqi münasibətlər sisteminə və s. Yəni mahiyyət bunun ibarətdir ki, yerdə qalan faiz nisbətində də cəmiyyətdəki deyək ki, ictimai münasibətlər sistemi insanın şəxsiyyətinin formalaşmasına, insan psixikasının formalaşmasına, insanın davranış standartlarının formalaşmasına, dolayısıyla insanın seçim azadlığına avtomatik təsir göstərir. Necə ki, informasiyanı və digər biosərvilər üzərində seçim edə bilmərəm, yəni bu avtomatik bir prosesdir. Necə ki, mən mikrososial mühit, yəni hansı ailə dünyaya gəlirəm, deyək ki, erkən yaş mərhələsində hansı təcrübəni qazanıram, onlar arasında seçim edə bilmirəmsə, mən eyni zamanda cəmiyyətdə də hansı iş sistemində yaşayacağım üzərində də seçim edə bilmirəm. Amma bütün bunlar avtomatik surətdə mənim gələcək həyatıma güclü təsir göstərə biləcək amillərdir. Bir amma təsəvvür edin ki, siz əgər Amerikada böyüsəydiniz, və yaxud Avropada böyüsəydiniz, və yaxud Afrikada böyüsəydiniz, və yaxud uzaq şərqdə, Yaponiyada, Çində böyüsəydiniz, imkanları etibarilə indiki insan olmayacaqdınız. Yəni maksimal, minimal hədlər çərçivəsində sizin deyək ki, tam fərqli bir insan kimi formalaşmağınız, daha fərqli deyək ki, davranış nümunələri ortaya qoymağınız, daha fərqli seçim etmə imkanlarınız təbii ki, mövcud olacaqdır. Amma təbii siz özünüz seçməmişsiniz. Nədim, Amerikada bir mexanizmlərdən başqa bir şey deyil. Yəni bu kontekstdə insan düşüncəsi, insan deyək ki, azadlığın qiymətləndirilməsində insan üçün yaranan deyək ki, çətinlik, yəni intuitiv inam üçün yaranan bir çətinlik, qiymətləndirilməsində insan üçün yaranan deyək ki, çətinlik, yəni intuitiv inam üçün yaranan bir çətinlik bundan ibarət ola bilər ki, yəni biz bəli, genetik informasiya hər bir şeyi həll etmir və biz qəbul edirik ki, genetik informasiya avtomatik idarə ediləcək bir sistemdir. Yəni genetik informasiya insanın qarşısında heç bir seçim imkanı qoymur. Amma biz genetik informasiya insanın qarşısında heç bir seçim imkanı qoymur. Amma biz yaddan çıxarmırıq ki, bir sosial mühit var, sosial mühitin insan deyək ki, düşüncəsinə, insan psixikasına, insanın mental dünyasına, insanın davranış standartlarına təsir naqasda mövcuddur. Yəni biz bunu inkar etmirik. Bəli, bu mövcuddur. Əslində bizim qeyd etdiyimizdir. Yəni biz bunu inkar etmirik. Bəli, bu mövcuddur. Əslində bizim qeyd etdiyimiz mikro və makrososial mühitlər və sənin sosial mühitin təsir naqasından başqa bir şey deyil. Amma bizim vurğuladığımız, altını deyək ki, cısaraq qeyd etdiyimiz ondan ibarətdir ki, necə ki, deyək ki, genetik informasiya və digər biosəbəblər insan buraxmır, yəni alternativ seçimlər imkanı yaratmırsa, eyni şərtlər sosial mühitdən gələn təsir naqasına aiddir. Yəni mən ailəmi seçə bilmirəm. Hansı deyək ki, təhsildən yararlanmaq, hansı məktəbə təhsil almaq, hansı deyək ki, təhsil müddətində hansı təcrübəni qazanmaq, ilk zamanda erkən yaş mərhələsində ünsiyyət zamanı hansı təcrübə qazanmaq və bütün bunların kontekstində məndə hansı istiqamətlərin formalaşması üzərində heç bir seçim edə bilmirəm. Bunu ya mənim valideynlərim edir, ya mənim ətrafımda olan digər insanlar həll edir, ya da hər bir şey avtomatik və sosial proseslər kontekstində cərəyan edir. Yəni avtomatik bir proses. İkinci məqamda cəmiyyətdəki ictimai münasibətlər sistemində bu qədərdir. Yəni mən qeyd edə bilmirəm, cəmiyyətdə fərzlər ki, göz açdığım cəmiyyətdə demokratik bir sistemdir, yoxsa qeyri-demokratikdir. Korrupsiyalı bir sistemdir, yoxsa iqtisadi cəhətdən daha hüquqi, ədalətli bir sistemdir. Yəni bu kontekstdə mən heç bir seçim edə bilmirəm. Mən sadəcə göz açaraq, əvvəlcə
əvvəlcədən formalaşmış ictimai münasibətlər sisteminin içərisinə daxil oluram. Amma bütün bu proseslərin hamısı mənim deyək ki, şəxsiyyət kimi formalaşmağım, psixikamın formalaşmasında, deyək ki, davranış standartlarının formalaşmasında və gələcəkdə mənim edə biləcəyim potensial seçimlərin müəyyənləşdirilməsində həll edici əhəmiyyətə malikdir. Məsələn, ondan ibarətdir ki, sosial mühitdən gələn təsirlərin insanın seçim azadlığına təsir etmə imkanı hələ o demək deyildir ki, insanın seçim azadlığı mövcuddur. Yəni biz bu sualı müəyyənləşdirməmişdən, bu suala cavab verməmişdən qabaq deyək ki, diqqət yetirəcəyimiz məqam əslində sosial mühitdən gələn təsir dinamikasını genetikadan gələn təsir dinamikası ilə müqayisə etmək deyil, effekt baxımından sosial mühitdən gələn təsirin daha fərqli bir effekt yaratmaması üzərində düşünməkdir. Əgər biz baxıb görsək ki, genetik informasiya hər bir şey avtomatikdirsə, əgər sosial deməkdir. Əgər biz baxıb görsək ki, genetik informasiya hər bir şey avtomatikdirsə, əgər sosial mühitdən gələn hər bir şey avtomatikdirsə, yəni insan həyatında deyək ki, avtomatik təyin edirsə, idarə edirsə, heç bir alternativ imkanlar buraxmasa, seçim imkanı buraxmasa, onda biz ciddi sürətdə insan azadlığına şübhə edə bilərik. Yəni insanın əslində intuitiv şəkildə qəbul etdiyi kimi, intuitiv şəkildə hesab etdiyi kimi azad olmamasını ehtimal edə bilərik. Yəni rasional qiymətləndirmə çərçivəsi deyək ki, bundan ibarətdir. Və burada qeyd etmək istədiyimiz ikinci bir məqam, ümumiyyətlə sosial mühitdən danışaraq insanın deyək ki, azad olub olmamasını qiymətləndirmək. Yəni əgər biz deyək ki, insan nevrologiyasını, biopsixologiyasını nəzərə almasaq, əslində bu da çox deyək ki, abstrakt, çox deyək ki, qeyri-müəyyən, çox dumanlı bir təsəvvürün formalaşan təsir dinamikasını qiymətləndirsək belə, son nəticədə hər bir şey qiymətləndirmə, mərkəzi sinir sistemi, insanın psixoloji olaraq potensial imkanlarının üzərinə gəlib çıxacaq. Yəni biz yenə də sosial mühitdə hər hansı bir təcrübə qazansaq belə, təcrübə anlayışı sadəcə ətraf mühitdən gələn siqnalların insanın bu həmin informasiyanın emal edilməsindən, işah edilməsindən başqa bir şey deyil. Və moral cəhət bundan ibarətdir ki, hətta həmin informasiyanın emal edilməsi, işah edilməsi zamanı belə insanın mərkəzi sinir sistemini təşkil edən neyronlar arasında yeni bir konfiqurasiyanın, yeni bir sistemin yarana bilməmə ehtimalı mühüm əhəmiyyət kəsb edir. Əgər insan beynində neyronlar arasında yeni bir əlaqə sistemi formalaşa bilmirsə, insan heç bir halda yeni bilik, bacarıq, informasiya, təcrübə əldə edə bilmir. Yəni sözün ciddi anlamda heç bir şey əldə edə bilmir. Və bunu adlandırırlar nevrologiyada, neurofəlsəfədə heç bir şey əldə edə bilmir. Və bunu adlandırırlar nevrologiyada, neurofəlsəfədə insanın mərkəzi sinir sisteminin elastikliyi, flexible. Əgər insan deyək ki, mərkəzi sinir sistemi elastik deyilsə, yəni bu da dolayısıyla əslində genetikadan gələn informasiya sistemidir. Əslində sosial mühitdən gələn təsir dinamikası da inməyəcək. Yəni bunun deyək ki, insan həyatı üçün müsbət deyək ki, məqamları da mövcud ola bilər. İnsan həyatı üçün deyək ki, zərərli mənfi məqamları da mövcud ola bilər. Amma istənilən halda insanın sosial mühitdən gələn təsirlərə qarşı dayanıqlı olub olmaması, açıq olub olmaması da dolayısıyla insanın mərkəzi sinir sisteminin daha elastik olub olmamasına asılıdır. Əgər insanın mərkəzi sinir sistemi elastik deyilsə, neyronlar arasında yeni bir sistem, yeni bir konfiqurasiya formalaşdıra bilmirsə, yəni informasiya insanın deyək ki, davranış standartlarında, insanın potensial seçim imkanlarında, insanın psixikasında yeni bir effekt, yeni bir deyək ki, keyfiyyət dəyişikliyinə səbəb olmayacaq. Yəni bütün bu proseslər də dolayısıyla insanın nəzarəti altında olmayacaq bir proseslərdir. Əgər insanın deyək ki, nəzarətində altında olmayan bir proseslərdirsə, onda insanın azad olmasını elmi fəlsəfi yolla, məntiqi rasional yolla necə əsaslandıra bilərik? Yəni müasir qərb fəlsəfəsinin, analitik fəlsəfənin qarşısında duran ən ciddi, ən fundamental suallardan biri də məsələnin suallara cavab tapmaqdır. Deyil, hüquq fəlsəfəsi və kriminal psixologiya kontekstində deyil, əxlaq fəlsəfəsi kontekstində deyil, dini fəlsəfə kontekstində deyil, məhz elm, fundamental elm kontekstində və elmi, məntiqi, rasional qiymətləndirmə kontekstində axtarıb tapmağa çalışırlar. Demək istədiklərimiz bu qədər.